Rusiya ərazisində gecə saatlarında pilotsuz uçuş aparatlarının, yəni dronların hücumları ilə bağlı bir sıra insidentlər qeydə alınıbdır və ən son məlumatlara görə Çuvaşiya Respublikasında baş verən hücum nəticəsində azı bir nəfər xəsarət alıbdır. Bununla yanaşı Çebaksaru şəhərində vəziyyət daha gərgin olubdur. Yerli səhiyyə qurumlarının məlumatına görə dron hücumu nəticəsində 3 nəfər xəsarət alıbdır. Lakin eyni zamanda Rusiya İstintaq Komitəsi hücum nəticəsində ölən və yaralıların olduğunu da açıqlayıbdır. Bununla belə dəqiq rəqəmlər hələ ki açıqlanmır. Digər bir hadisə Leningrad vilayətində qeydə alınıbdır. Burada isə sənaye zonasında yanğın baş veribdir və bildirilir ki, gecə ərzində bölgədə ümumilikdə 18 dron hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bryansk vilayətində də oxşar hücum faktı qeydə alınıbdır. Burada dronların hücumu nəticəsində 2 mülki şəxs yaralanıbdır. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi əks hücum tədbirləri barədə məlumat yayıbdır və qurumun açıqlamasına görə Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi sənaye kompleksi və enerji infrastrukturu obyektlərinə yüksək dəqiqli silahlarla zərbələr endiribdir və bildirilir ki, bu obyektlər Ukrayna ordusunun ehtiyacları üçün istifadə olunurdu. Nazirliyin gündəlik açıqlamasında həmçinin qeyd olunur ki, son 24 saat ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən 6 ədəd uzaq mənzilli qanadlı raket və 600-dən çox pilotsuz uçuş aparatı məhv edilibdir. Siyasi analitiklərin isə fikrincə bu cür qarşılıqlı zərbələr həm hərbi, həm də elə psixoloji təsir baxımından ciddi nəticələr doğurur. Xüsusilə mülki əhalinin zərər görməsi regionda humanitar vəziyyəti daha da gərginləşdirir və tərəflər arasında gərginliyin yaxın perspektivdə azalacağına ehtimal etməyi çətinləşdirir.